Metallar bir sıra kateqoriyalarda təsnifatlandırılır. Bunlara nadir metallar, qiymətli metallar, qara metallar, həmçinin nadir torpaq metalları misal ola bilər. Videoya keçid etməzdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. Nadir metallar təbiətdə az yayılmış metallar qrupudur. Bunlara litiumu, wolframı, berilyumu, vanadium, niobium, tantal və s. misallar ola bilər ki, bu metalların tətbiqi əsasən aviasiya və kosmik sənayedə, həmçinin yüksək keyfiyyətli ərintilərin hazırlanmasında tətbiq olunur. Litium metalından akkumulyator və batareykaların hazırlanmasında istifadə olunur. Nadir torpaq metallarına isə cəmi 17 metallar aiddir ki, bunlara skandium, itrium, həmçinin lantan və lantanoidlərə aid olan 14 metal misaldır. Bu metallar əsasən yüksək texnologiyalarda, elektronika sahəsində, kompüter və smartfonların hazırlanmasında, həmçinin yaşıl enerji sahəsində tətbiq olunur. Son dövrlərdə bu metallara tələbat çox artmışdır. Qiymətli metallar qrupuna isə əsasən təbiətdə az yayılmaqla bərabər yüksək qiyməti olan metalları misal göstərmək olar. Bunlara qızılı, gümüşü, platini, həmçinin osmium, iridium, palladium və s. misallar ola bilər. Bu metallar da əsasən zərgərlik məmulatlarının hazırlanmasında, eləcə də katalizator və s. sahələrdə tətbiq olunur. Qara metallar qrupuna isə dəmir, xrom və manqan metallarını misal göstərmək olar. Bu metallar texnikada çox tətbiq olunur. Onlar əsasən ərintilərin hazırlanmasında istifadə olunur. Maraqlı məlumatların davamı üçün videoları bəyənib bizlərə dəstək olmağı unutmayın.